Sadə insanlar çox vaxt belə suallarla müraciət edirlər. Ruhi xəstəliklərdən insan ölə bilər ya yox? Qeyd etmək lazımdır ki, konkret olaraq psixi xəstəliklərdən, yəni ruhi xəstəliklərdən insanlar çox vaxt öz həyatlarını itirirlər. Bunun səbəbləri nədədir? Yəni nəyə görə ruhi xəstəliklər ölümlə nəticələnir? Birinci qrup səbəblər bunlar beyin fəaliyyətinin, məhz mərkəzi sinir sisteminin, beyin şöbəsinin fəaliyyətinin tükənməsi ilə əlaqədardır. Beyin fəaliyyətinin dayanması ilə əlaqədardır. Və bu beyin fəaliyyətinin dayanmasının əsas səbəbi beyində maddələr mübadiləsinin dayanması, maddələr mübadiləsinin başqa tamamilə zərərli proqramlarla həyata keçirilməsi beyin tərəfindən və nəticədə beynin resurslarının tükənməsidir. Belə vəziyyətlər ruhi xəstəliklərdə həddindən artıq çox rast gəlinir. Konkret olaraq demək lazımdır ki, ruhi xəstəliklərin psixotrik reyestrində olan bir çox xəstəliklər beyin fəaliyyətinin həddindən artıq güclənməsini təmin edir. Misal üçün, şizofreniya xəstəliyinin ilkin dövrlərində və yaxud da kəskinləşmə dövrlərində beyin fəaliyyəti həddindən artıq güclənmiş olur. İnsanlarda adi sağlam insanların fikirləşə bilmədiyi fikirlər, yəni onların ağlına gəlməyən fikirlər, sadə sağlam insanların hiss etmədikləri hissiyatlar, sadə sağlam insanların görmədikləri şeylər, yəni müəyyən mülahizələr yaranır ki, sadə sağlam insanda bu mülahizələr yaranmır. Bütün bu məsələlər beyin fəaliyyətini, yəni normal insanın beyin fəaliyyətini, beynin maddələr mübadiləsini başqa bir proqrama keçirir. Yəni psixi xəstəlik nəticəsində əldə olunmuş bu gərginlik, psixi xəstəliyin özündən törənmiş bu gərginlik beynin fəaliyyətini, beyində gedən biokimyəvi proseslərin yolunu tamamilə dəyişir və beyin başlayır kritik vəziyyətlərdə işlədiyi kimi işləməyə. Yəni beyin kritik rejimdə işləyir. Buna avarin rejim də deyirlər. Yəni avarin rejim, yəni ki, qəza rejimi. Beyin qəza rejimində işləyir. Tutaq ki, şizofreniya xəstəliyi yeni başlayıb, birinci tutmadır, mentizm var, fikir axını, xəstə durmadan fikirləşir, gecə, gündüz, təbiidir ki, belə halda yatmaq söhbəti də yoxdur, xəstə yata da bilmir, yuxu yoxdur. Mentizm, beyin axını, beynin fəaliyyəti güclənir, beyin intensiv işləyir, qəza rejimində işləyir, maddələr mübadiləsi güclənir və nəticədə o qədər gərgin rejimdə işləyir ki, beyin, nəticədə beyin ödemi əmələ gəlir beyində. Yəni, belə hallar kifayət qədər çox rast gəlinir. Sadəcə bunu sadə insanlar bilmir, sadə insanlar bunun nədən yarandığını başa düşmür. Bəzi adamlara elə gəlir ki, misal üçün, insan oyanıcıqlı vəziyyətdədir, şizofreniya təzə başlayıb, belə bir qəza rejimində işləyən beyin oyanıcıqlı vəziyyətdə, bir də görürsünüz, xəstənin temperaturası qalxdı. Yəni, bədən hərarəti qalxdı. Heç bir sadə insanın, heç bir qeyri-psixiatr həkimin, terapevtin, cərrahın, ginekoloqun,
nə bilim, otolaringoloqun, oftalmoloqun, qeyri-psixiatr həkimin ağlına belə gələ bilməz ki, bədən hərarətinin qalxmasının səbəbi beynin qəza rejimində işləməsi nəticəsində beyində olan termoregulyasiya mərkəzinin həddindən artıq oyanmasıdır. Termoregulyasiya mərkəzi oyanır, bədən hərarəti qalxır, hətta 38-39 dərəcədə qalxa bilər. Təbiidir ki, xəstənin qohumları, xəstə özü müraciət eləmir, xəstə psixoz vəziyyətindədir. Xəstənin qohumları, tutaq ki, təcili yardım çağırırlar, terapevtə müraciət edirlər. Siz bilirsiniz ki, təcili yardım briqadalarında da işləyən həkimlər adətən psixiatrik hazırlıqları olmur. Ümumi briqadanın həkimlərinin psixiatrik hazırlıqları olmur. Yəni, çağırışa gələn təcili yardım həkimi, o faktiki həkim terapevtdir, yəni ümumi təcrübə həkimidir. O heç yatar, durar, ağlına gəlməz ki, misal üçün, hansısa psixi xəstəlik başlayır burada, bədən hərarəti də ona görə qalxıb. Yəni, beyin intensiv işləyib, artıq son məqamdır. Bu çox təhlükəli bir haldır. Son məqam olduğuna baxmayaraq, heç bir ümumi təcrübə həkimi ağlına belə gəlmir ki, xəstəni tez antipsixotik müalicə ilə təmin eləsinlər və yaxud da psixiatra göndərsinlər. Burada belə bir vəziyyət əmələ gəlir. Buna deyirlər beyin ödemi. Yəni, beyində hərarət qalxır, bütün orqanizmdə, xüsusən də beyində qanın hərəkəti ləngiyir. Çünki yüksək bədən hərarəti fonunda bütün damarlarda qanın qatılığı artır. Xüsusən də əgər xəstənin yaşı çoxdursa, bu xəstə üçün ölüm təhlükəsi deməkdir. Ölüm təhlükəsi deməkdir. Bədən hərarəti qalxdı, qanın qatılığı artdı. Qatılaşmış qan beyin damarları ilə hərəkəti çətinləşir və nəticədə nə olur? Hərəkətini yavaşıdan qan axını özünün maye hissəsini, yəni plazma hissəsini damarların divarından öz keçiriciliyini artırmış damar divarından maye, plazma hissə keçir beyin maddəsinə. Yəni, damarın içərisində olan maye normada, plazma. Həmin qanın plazması damarın divarından keçir beyin toxumasının içərisinə. Bu, geniş miqyaslı bir prosesdə ola bilər. Artıq buna deyirlər insult, hemorragik insult, yəni beyin daxili qanaxma və yaxud da beyin daxili qansızma və yaxud da bu proses çox rəvan gedə bilər. Rəvan getməsi nəticəsində beyin ödemi də əmələ gələ bilər. Yəni, həm insultda, həm demək, beyin daxili qanaxmada, yəni hemorragik insultda, həm də rəvan gedən belə bir keçiriciliyin artması nəticəsində beyində beyin ödemi əmələ gəlir. Beyin ödemi nə deməkdir? Beynin daxilində, tutaq ki, mən sadə dildə deyirəm ki, bunu insanlar başa düşsün, əgər beynin daxilində 5 ml maye olmalıdırsa, onun əvəzinə beyin, onurğa beynin mayesinin miqdarı gəlir, çıxır, tutaq ki, 100 ml. Təbiidir ki, belə bir şəraitdə nə baş verir? Beyin strukturlarının sıxılması baş verir. Və beyin strukturları sıxılan kimi, sıxılmağa başlayan kimi, tədricən orqanizmin başqa orqanlarının hamısının fəaliyyəti dayanmağa başlayır. Çünki bütün orqanizmdə olan orqan və sistemlərin fəaliyyətini beyin tənzim edir. Mərkəzi sinir sistemi baş beyin tənzim edir. Və təbiidir ki, sıxılmış beyin, xüsusən də əgər sıxılma daha çox damar tənzim edici, damar tonusunu tənzim edici, tənəffüsü tənzim edici mərkəzlərdə gedirsə, yəni uzunsov beyində gedirsə, yəni sıxılma burada daha çox gedirsə, burada əlbəttə tez bir zamanda xəstənin ölümü ilə nəticələnir. Çünki xəstənin tənəffüsü dayanır, ürəyi dayanır və bununla da ölüm baş verir. Yəni, psixi xəstəliklər zamanı ölümün mexanizmi bax bu cürdür.
Həddindən artıq oyanmış beyin, qəza rejimində işləyən beyin son nəticədə bədən hərarətinin qalxması, bundan sonra kəllədaxili təzyiqin qalxması, artması və kəllədaxili təzyiqin artması fonunda beyin strukturlarının sıxılması və ölüm. Belə hallar ən çox şizofreniya xəstəliyindən əlavə hansısa bir səbəbdən yaranmış deliri sindromunda, deliri sindromu çox səbəblərdən yarana bilər, intoksikasyon deliri ola bilər, yəni hansısa bir maddə ilə zəhərlənmə nəticəsində delirioz vəziyyət əmələ gələ bilər. Delirioz vəziyyət huşun alaqaranlıq pozulması vəziyyətidir. Çox təhlükəli bir vəziyyətdir. Çox vaxt həmin bu mexanizm üzrə ölümlə nəticələnir. Aneyroid, huşun aneyroid tipli pozulması, huşun amentiv tipli pozulması, ümumiyyətlə huşun alaqaranlıq vəziyyətləri ki var, yəni huşun pozulmasının formaları ki var, bunların çoxsunda belə bir beyin ödemi, bədən hərarətinin qalxması, beyin ödemi və son nəticədə ölüm. Psixik xəstələr bu mexanizmlərlə yəni həyatdan gedə bilirlər. Psixik xəstəlik səbəbindən. Ona görə də psixiatrlar xəstələrin qohumlarına deyəndə ki, xəstəni tez müalicəyə götürmək lazımdır, tez müalicəni başlamaq lazımdır. Xəstələrin avam qohumları, əlbəttə bu hamıya aid deyil, avam qohumları, nadan qohumları xəstələrin həkimin yazdığı təyinatları yerinə yetirmək əvəzinə internetdə açıb həkimin təyinatlarını yoxlayırlar. Həkim nə dərman yazıb, bu dərman nəyə xeyirdir, nəyə ziyandır, bunun hansı əlavə təsirləri var. Əlbəttə, bu avam, bu nadan, bu dünyada heç nəyə yaramayan və xəstənin son nəticədə düşməni olan bu xəstənin qohumları, mən yenə deyirəm, bu hamıya aid deyil, bir qrup adamlara aiddir. Bu nadan adamlar son nəticədə xəstəni saxlayırlar, hansısa dərman xoşlarına gəlmədi, onu xəstəyə vermirlər, hansı ki o həkimin təyinatında var, xəstə psixoz vəziyyətində qalır və uzun müddət qalandan sonra psixik xəstəlik səbəbindən xəstənin ölümü baş verir. Mən yenə də qeyd eləmək istəyirəm ki, o avam adamlar ki, elə başa düşürlər ki, psixik xəstəlikdən insan ölmür, xeyr, müalicə vaxtında olmayanda bütün başqa xəstəliklər kimi psixik xəstəliklərdən də insanlar həmin bu mexanizmlər üzrə həyatlarını itirə bilirlər. İkinci mexanizm, bu artıq xəstənin davranışı ilə əlaqədar olan mexanizmlərdir. Bu aydındır, bu haqda mən çox danışmayacağam. Tutaq ki, xəstə psixoz vəziyyətindədir, psixoz vəziyyətində öz həyatına qəsd etmə haqqında səslər eşidir, əmr edici imperativ qallüsinasiyaları var, eşitmə qallüsinasiyaları. O bu qallüsinasiyalara tabi olaraq özünü öldürür. Və yaxud da hər hansı bir şəraitdə belə bir sayıqlama ideyası əmələ gəlir ki, həyatın sonudur, heç bir əlacı yoxdur, bu vəziyyətdən çıxış yolu yoxdur və xəstə özünü öldürür. Bu, əlbəttə, davranış pozunluqları çərçivəsində olan ölüm mexanizmləridir ruhi xəstəliklər zamanı. Lakin ən təhlükəli, kömək etmək demək olar ki, mümkün olmayan vəziyyət o birinci qrup hallardır ki, yəni beyin ödemindən əvvəl bədən hərarətinin qalxması, bədən hərarətinin qalxmasından əvvəl beynin intensiv qəza rejimində işi, yəni bu daha təhlükəli momentlərdir. Ona görə də psixik xəstələrin qohumlarından müraciət edərək demək istəyirəm ki, öz başınıza hərəkət eləməyin, özünüzü hamıdan ağıllı hesab eləməyin. Siz hamıdan ağıllı deyilsiniz. Ümumiyyətlə, heç bir insan özünü hamıdan ağıllı hesab etməməlidir. Əgər sizin evinizdə belə bir xəstə varsa, onu evdə saxlamayın. Deməyin ki, əşi ölməyəcək ki, qoy qalıb da, apararıq molluya, apararıq ekstrasensə, apararıq, nə bilim, başqa bir mexanizmlə bunu. Xeyr, bunun başqa mexanizmlə müalicəsi çox ağır nəticələrə gətirib çıxarır. Mən bu haqda danışdım.
Özünüzü ağıllı hesab eləməyin. İnsanın həyatda ən böyük günahı ondan ibarətdir ki, o özünü hamıdan ağıllı hesab edir. Və belə xüsusiyyət bizim xəstələrin, ruhi xəstələrin qohumlarında çox tez-tez özünü biruzə verir. İnternetdə dərmanlara baxmaq, internetdə diaqnoza baxmaq, internetdə nə bilim gedib də həkimin haqqında müxtəlif pis sözlər yazmaq. Çünki həkimin sözü hansısa sözü onların xoşuna gəlməyib. Bunun hamısı nadanlıqdır. Siz xəstənizi müalicə eləyin. Həkim deyib ki, xəstəni müalicə elə. Həkim sizə deməyib ki, ged internetdə otur, dərman haqqında oxu, xəstəlik haqqında oxu, həkim haqqında get pis sözlər yaz internetdə, müxtəlif sosial şəbəkələrə. Bunu eləməklə siz nə qazanırsınız? Ay bədbəxtlər, ay yazıqlar, nadan adamlar. Xəstəniz ölür, əldən gedir. Gedin onun müalicəsi ilə məşğul olun. Və budur, bizim bir əhalinin müəyyən bir qrupunun ən böyük naqisliyi, ən böyük nadanlığı, ən böyük qanmazlığı bundan ibarətdir. Xəstə orada qalıb, bunu vaxtında həkimə aparmaq lazımdır, psixiatra aparmaq lazımdır, psixozu aradan qaldırmaq lazımdır. Bunlar xəstəni saxlayırlar, tamam başqa işlərlə məşğul olurlar və xəstə nəticədə ölür. O mən dediyim səbəblərdən. Ona görə də belə məsələlərdə diqqətli olmaq lazımdır.